Bildiğimiz kimi indi zəlzələ, güclü küləklər, çoxlu yağıntı, daşqın və sairə hadisələr əlaməti ilə yer kürəsi parçalanır. Bəs bizim Günəşdə və onun digər planetlərində nə hadisə baş verir? Sən özün təxminən 2 ay bundan qabaq deyirdin ki, bax gör, Günəş və onun işığı elə bil ki, çox ağarıb. Bu 11 avqust 1999-cu ildən, həmin o Günəş tutulmasından sonra belə olub. Halbuki ondan qabaq onun rəngi indikinə nisbətən sarı idi. Bu sarılığı hər ikimiz görmüşdük. Bilirdik ki, bu havanın tutqunluğundan, su baxarlarının təsirindən deyil. Tutulma zamanı mən eynək, gözlük taxmadan, qara yaxud hislənmiş şüşəni gözlərim önünə tutmadan, adicə halda olaraq Günəşə baxırdım. Düzdür, əvvəlki 1-2 dəqiqə ərzində gözlərim Günəşin işığının təsirindən biraz yaşarmışdı. Sonra heç bir sulanma hiss etmədim. Gecə yatanda və sonraki günlərdə də gözlərimdə heç bir ağrı hiss etmədim. Müşahidəm yarım saata qədər çəkmişdi. Həmin vaxtda Günəşin özündə proseslər gedirdi. Qeyd edim ki, Günəşə adi, müdafiəsiz gözlərlə də baxmaq mümkündür. Lakin bu ona görə məsləhət deyil ki, göz qişası yana bilər. Ona görə də yaz və payız aylarındakı sübh vaxtı və yaxud qürub anlarında Günəşə baxmaqla və buna vərdiş edərək onun varlığına bağlanmağı bacarmaq lazımdır. Bu anlarda Günəş səthində və daxilindəki gedən prosesləri, ayrılan dalğavari işıq axımını izləmək mümkündür. Bu axım sanki sevincli bir işığın oyuna hərəkətidir. Mən həmin vaxtda işdə idim və yoldaşlarımın təhriki ilə həyata çıxıb, hislənmiş şüşə ilə 1-2 dəqiqə baxdıqdan sonra tezcə də iş yol otağıma qayıtdım. Çünki düşünürdüm ki, bu Günəş tutulmalarından ömrümdə neçə dəfələrlə görmüşəm və burada mənim üçün qeyri-adi bir şey yoxdur. Astronomlar isə yəqin ki, onun tacının şəklini çəkəcəkdilər və mühüm bir yenilik müşahidə etsəydilər, onu dünyaya bəyan edəcəkdilər. Sən düz deyilsən, əvvəlki Günəş tutulmalarında qeyri-adi bir əhvalatlar ola bilməzdi. Lakin indi bizim Günəş sistemimiz yeni mərhələyə keçir. Bu barədə Yaranış kitabında 4-cü bölümdə belə bir deyim var. İşıq ətrafında məkanlara yenilik gələr, yenilik olar. 5-ci bölmədə isə işıq məkanınız 5 milyona qədəm qoydu. Yeni dövr, yeni yaşamlar, yeni elmlər gələcək. Odur ki, mən o anlarda Günəşdə başqa cür proseslərin olacağını gözləyirdim. Və həm də ki, adi bir tutulmanın özü də mənim üçün maraqlı idi. Bu vaxt ayın özünün və nüvəsinin də vəziyyətinə baxmaq istəyirdim. Bəs nə gördün? Günəşdə proseslər gedirdi, o özü özündən parçalanırdı. Kürlənin bütün səthi boyu işıqdan dalğavari zolaqlar var idi. Elə bil ki, onlar silkələnib itələnirdi, azad olurdu. O tutulma anındakı Günəşin saçıb göndərdiyi şüanın özündə yandırıcılıq var idi. Elə bil ki, nəyisə havada yandırırlar. Bizim evə gələndə sənə dedim ki, yanıq iyi gəlir. Əslində o yanığın dadı da var idi. Tutulmanın o anlarında Günəş özünü qaranlıqlardan azad edirdi. Günəşin özündə güclü işıqlar var idi. Bunlar uzununa, uzanmış dalğavari işıqlar idi. Adi halda olduğu kimi zərrəvari işıqlar deyildi. Elə bil ki, Günəş öz kürəsi boyu silkələnmədə idi. Bu zəlzələ deyildi. Günəş özünü bozluqdan, xaçlıqdan azad edirdi. Xaçlıq ondan ayrılaraq qalxırdı və ətrafdakı planetlərə süzülürdü. Bu süzüntünün özünü kainatdakı ağzərələr təmizləyirdi. Tutulma vaxtında böyük yaradan vaciblər çox diqqətlə baxıb Günəşin parçalanma prosesini izləyirdilər. Deyərdim ki, sanki bütün diqqətləri Günəşə və onun ətrafına yönəlmişdi. Çünki bu parçalanma ilə bərabər yer kürəsi də bəşəriyyətin gətirdiyi qaranlıqlardan, qalıqlardan qismən olsa da azad olacaqdı. Görürsən, yer kürəsindəki dəyişikliklər başlayıb. İndiki bu saatlarda, bu günlərdə Ayda, Marsda, Yupiterdə və başqa planetlərdə olsaydıq, görərdik ki, onlarda da bu cür qaranlıqlardan azad olma prosesləri gedir. Heç də fərqi yoxdur. Amma əqillər, zəkalar nə oralara qalxa bilir, nə də lazımi o texnika insanların əlində yoxdur ki, göndərsinlər oralara və baxıb görsünlər nə cür proseslər gedir onlarda. Buna sərf olunması lazım gələn pullar nə edə ki, sərf olunur silahlanmalara, müharibələrə, ölüm itimə, bəşəriyyətə yenə də qaranlıq gətirməyə.